Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində Nizami Gəncəvi və Xaqani Şirvani mövzusunda seminar keçirildi. Tədbiri açarkən Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri akademik Fuad Əliyev ölkə rəhbəri tərəfindən tarix və mədəniyyətimizdə öz yeri olan görkəmli şəxsiyyətlərlə bağlı əlamətdar tarixlərə və onların irsinə diqqət göstərilməsinin cəmiyyətimizin milli mənəvi zənginləşməsi üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq, bugünkü elmi seminarın da Azərbaycan Respublikası Prezidentinin Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında 28 yanvar 2026-cı il tarixli sərəncamının işığında və bu xüsusda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 17 fevral 2026-cı il tarixli qərarı ilə təsdiq edilmiş tədbirlər planı üzrə təşkil olunduğunu bildirib. Sonra iştirakçıların diqqətinə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin elmi işlər üzrə sədr müavini Dosent Əli Muxtar Muxtarovun Şərq intibahının görkəmli nümayəndələri Xaqani Şirvani və Nizami Gəncəvi yaradıcılığının sələf və xələf ənənələri əsasında tədqiqi, bölmənin Nizami Gəncəvi mərkəzinin, Nizaminin ensiklopediyası şöbəsinin böyük elmi işçisi Sevinç Mirzəyevanın Gəncə və Şamaxı ədəbi mühiti, Nizami və Xaqani ənənələri mövzularında məruzələri təqdim olunub. Çıxışçılar qeyd ediblər ki, 12-ci əsrin iki dahi Azərbaycan mütəfəkkiri Xaqani Şirvani və Nizami Gəncəvi Şərq intibahı dövrünün zirvələri hesab olunurlar. Onlar bir-birinin yaradıcılığını tamamlamış və zənginləşdirmişlər. Hər iki şairin poeziyasında insanın mənəvi azadlığı və ədalət ideyaları mərkəzi yer tutur. Həmçinin öz yaradıcılığına Nizami Gəncəvidən 15-20 il əvvəl başlayan Xaqani Şirvani poeziyaya güclü intellektual və fəlsəfi məzmun gətirmişdir. Onun qəsidələri və Töhfətül İraqeyn poemasındakı bədii təsvir vasitələri, fəlsəfi ümumiləşdirmələr Nizami estetikasına təsirsiz ötüşməmişdir. Bununla belə, Nizami Gəncəvi Xaqanidən fərqli olaraq lirik janrlarda, qəsidə və qəzəl janrlarında daha çox süjetli epik şeirə, məsnəviyə üstünlük vermişdir. Nizami xəmsəsi ilə yaxın şərq ədəbiyyatında yeni bir məktəbin əsasını qoymuşdur. Seminar iştirakçıları mövzuya aid öz mülahizələrini bildiriblər. Onları maraqlandıran məsələlərə dair suallar cavablandırılıb. Gəncə və Şamaxı ədəbi mühiti, Nizami və Xaqani ənənələri mövzulu seminarın sonunda akademik Fuad Əliyev ətraflı məlumat və elmi mülahizələrə görə iştirakçılara təşəkkür edib.